20-ci əsrin ikinci yarısından etibarən Rusiyanın Kaliningrad vilayətində istehsal olunan kəhraba turşusundan da müalicə məqsədi ilə istifadə olunur. Bu turşu əsəb sistemini tənzimləyir, böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, soyuq dəyməni çıxarır. Bundan başqa, ürək əzəlilərinin patologiyalarında, artritlərin müalicəsində, qan azlığında, narkozdan sonra nəfəs almanı tənzimləmək üçün də məsləhətdir. Bu turşu həmçinin fiziki və əqli aktivliyi yüksəldir, ağır xəstəlikdən sonra orqanizmin gücünü bərpa edir, beyinə aydınlıq gətirir, insanın alkola bağlılığını azaldır, içkidən sonra baş gicəllənməni aradan götürür. Qandakı xolesterini azaltmaqla və insulin hasil etməklə şəkər xəstələrində insulin və digər dərmanlara olan ehtiyacı minimuma endirir. Kəhraba yağı da çox böyük tibbi effektə malikdir. Bu yağ antiseptik və virus əleyhinə xassəyə malikdir, yaraları tez sağaldır. Zeytun, ərik yağları ilə qarışığından dəri xəstəliklərində müalicə və masaj məqsədi ilə istifadə olunur.